Bel ağrılarından əziyyət çəksiniz, o zaman bel ağrısı nə zaman təhlükəlidir, onu mütləq bilməlisiniz. İnsanların 80%-i həyatında nə vaxtsa bel ağrısından əziyyət çəkir. Amma bunlar da müxtəlif ağrılar olur. Bir sadə variantı, sadəcə belin müxtəlif bölgələrində ağrılar olur. Ara sıra ağrıyır, keçir. O qədər də təhlükəli deyil. İki, həm beldə ağrı olur, həm aşağı doğru, budun arxası boyunca düz ayağa qədər bir cəryan kimi bir his olur. Ağrılar yayılır və ayaqda keymə başlayır artıq. Burada artıq təbii ki, MRT müayinəsindən keçib dərman müalicəsi, fizioterapiya lazım ola bilir. Və üçüncü variant artıq bununla yanaşı, ayaqda artıq zəiflik, gücsüzlük, hərəkət məhdudluğu əmələ gəlirsə, bu artıq daha təhlükəlidir, daha ciddi patologiyadan bizə bəhs edir. Bu aparılan dərman müalicəsinə və fizioterapiyaya baxmayaraq faydası yoxdursa və zəiflik getdikcə artırsa, o zaman artıq əməliyyat lazım ola bilir. Odur ki, əməliyyatsız müalicə olunmaq istəyirsə, vaxtında müayinə olunun və bu problemləri əməliyyatsız ortadan qaldırın.